Bunu yaddan çıxartmayın ki, şeytan bəzən adamı imama qarşı müqəddəs hisslər vasitəsilə qoyur imama qarşı. Təkcə günahla yox. Bəzən müqəddəs bağlılıqlar bizi məsumdan uzaq salır. Muaviyyət çox hoqqa çıxartdı, cəmaatı Həzrət Əlidən ayıranmırdı. Hər hoqqası boşa çıxırdı. Axırda Əmrasın təkidi ilə çıxartdığı hoqqa tutdu. Çünki müqəddəs hissdən yapışdı. Quranı nizəyə vuranda cəmaat dedi, stop, burada biz vuruşmayacağıq. Bu Qurandır nizədə. Vuruşmarıq. Axmaq adamlar idi. Həzrət Əlinin tərəfdarlarının içində olan axmaqlar. Həmişə böyük zərbə vurublar. Özlərinə də, başqalarına da. Əli əleyhissalamın tərəfdarı sayılan axmaqlar. Onlar dedilər, yox. Dedi ki, mən Quranam, Quran mənəm. Quranın dediyini mən deyirəm. Kağızın altında gizləniblər. Quranı vurmaq üçün Qurandan vasitə kimi istifadə edirlər. Dedilər, indi oldun kafir. Nəuzubillah Həzrət Əliyə. Dedi, oldun kafir. Sən Allah dostundan müqəddəssən, ay bədbəxt. İmamlar düz yolda deyil, imamlar düz yolun özüdür. Ənə sıratul müstəqim, sıratun müstəqim, mən doğru olan yolam. Xətkeş Həzrət Əlidir, xəttin əyriliyini, düzlüyünü əli ilə ölçməlisən. Sənin əlidən kənar nə meyarın var ki, sən əlini o meyarla ölçürsən? Əli özü meyardır, haqqın meyarıdır. Əliyyum mə'al haqq, haqqın özüdür.